Biz xeyli dərəcədə bizim insanlarımızın narahat eləyən, xüsusilə gəncləri narahat eləyən panik atak nevrozlardır. Və onun da müalicəsində yenə Doktor Seyfəddin klinikasında çox gözəl nəticələrimiz var. Bu insanları bugün bir xanım gəlib Qubadan, qulaq asırlar indi evlərinə. Xanım neçə illərdir həkimdədir və narahatdır. Qorxu var, fobiya var. Xeyli sakitləşdirmişəm, izah eləmişəm, kömək eləyəcəm, yaxşı olacaqsan. Ancaq mütləq mənada müayinələrdən sonra diaqnozun dəqiqləşməlidir. Yoxlamışıq, müayinə eləmişik, diaqnozunu qoymuşuq, bu müalicəsini başlamışıq. Sakitləşib, rahatlanır. Çünki panik atak elə bir vəziyyət yaradır ki, insanlar elə düşünür ki, öləcək. Ölüm qorxusu olur. Heç kimə inanmırlar. Bəzən yuxu pozulur. Bəzən iş qabiliyyəti pozulur. Heç kimə inanmamaqla da bərabər daimi olaraq stres, həyəcan onları bürüyür. Bəzən deyir metroya minə bilmirəm, bəzən deyir maşına minəm, bəzən deyir qapını bağlı qoya bilmirəm. Qapıda, pəncərədə mütləq açıq yer olmalıdır. Yoxsa mən yata bilmərəm, yoxsa otaqda otura bilmərəm. Yəni, hər adamda bir formada özünü göstərir və yaxud bir neçə formada özünü göstərir. Təbii ki, o da bu insanlar üçün böyük bir bəladır. Dünyadan böyük xoşbəxtlik sinir sisteminin rahat olmağıdır, yuxunun dərin olmağıdır. Rahat dərindən nəfəs almalıdır. Bu adamlar tez-tez durduğun yerdə cavan adamdır. Yəni, dərindən nəfəs alır, havanı buraxır. Yəni, havası çatmır. Boğulan kimi eləyir. Dərindən nəfəs alanda deyir, biraz rahatlanıram, sakitləşirəm. Ona görə də mütləq bu xəstələrin müalicəsi